Salam, vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Atletika Bilbao'nun və Qarabağ oyunu haqqında mən də istərdim öz fikirlərimi, təxminlərimi bildirim. Öncə sizdən bir xahişim var ki, səhifəmi takib etməyi, yorum yazmayı, bəyənməyi unutmayın ki, YouTube, Facebook, Instagrama da izləməyi unutmayın ki, daha çox insanlar bu faydalı məlumatları izləyə bilsin. Bəli, Atletika Bilbao'nun baş məşqçisi belə bir açıqlama verdi ki, məhz futbolçularıma tapşırmışam ki, Qarabağa çox qol vursunlar, hətta 9 qolun vurmağına da göstəriş vermişəm. Təbii ki, bu onun gülünc vəziyyətdə olduğunu sübut edir və Atletika Bilbao'nun son bu oynadığı oyunlara diqqət yetirmişik. Bir qol vurub, 4 qol buraxıb. Yəni biz inanmırıq ki, bu boyda nəhəng Qarabağ köhnə atlara 9 qol vursun. Yəni bu sual altındadır. Təbii ki, elə o 9 qolun 1/3 hissəsini Qarabağ Atletika Bilbao'nun qapısından rahatlıqla keçəcək və qələbə əldə edəcək. Qeyd etmək istəyirəm ki, növbəti istifa növbəsi də Benfica'dan sonra Atletika Bilbao'nun məşqçisinindir və oyundur. Yenə də bunu bilmək olmaz. Yəni bir futbolçunun səhv ucbatında, yəni məğlubiyyətə səbəb ola bilər. Amma yenə də öz təxminlərimizi bildiririk. Qarabağ bu oyunda uduzmayacaq, qarşılıqlı qol olacaq və hətta 2-1 qələbə əldə edəcək. Yəni bunu mən deyirəm, 99% belə olacaq. 2 gündən sonra görüşərik. Qarabağa da uğurlar.